Buna yaxşı baxın. Rus dilində yazılıb. Yine okudunuz. Бывший следователь по особо важным делам СССР Владимир Калинченко о Сумгаитских событиях. Bu müstəntiq deməli SSR Baş Prokuraturunun deməli baş müstəntiqi olubdur. Özü danışır ki Starovoytova, Silva Kaputyan, Zori Balayan, bir də o akademik Ağabekyan. Bunlar 86'da başlayıblar, 86'da Qarbaçov hakimiyyətə gələndən və Qarabağ məsələsini atıblar. Qarabağ məsələsi. Görün, o vaxtdan başlayıblar, dedilər ki, Sumqayıt. Sən demə, Qarbaçova 200% deyiblər ki, ora bizimdir. O torpaq keçməlidir. Bunlar müsəlmandırlar, vəhşilər. Bax, bu Kalinchenko danışır. Deyir ki, Qarbaçovun deməli ona inanırdılar və Qarbaçov ora terror qrupları da onun əli ilə hazır olub. Bakı 20 yanvarı da Qarbaçov törədib ermənilərlə bir yerdə. O deyir soyqırım. Əslində soyqırımdır bu. Və Sumqayıtda da öz erməniləri bu Kalinchenko deyir ha. Bakıda da ermənini öldürüb. Tankın içində o tankların içində ermənilər də olubdur. Azərbaycanların üstünə sürmüşlər tankı. Sumqayıtda da 88'də deməli ermənilər öz ermənilərini öldürülmüşlər. Bu olan şey, bunu həmişə belə olubdur. Yəni o 1915-ci illərdən 1890-cı illərdən bütün bu terroru təşkil ermənilər və bu Qarbaçov buna imza atırdı deyib. Və Starovoytova o natsistliyə alçaq. O Silva Kaputyan əsas böyük rol oynayıblar. Bax bu Qarbaçovun deməli necə onun hədiyyələrlə Raisanı alıblar. Bax belə bu Kalinchenko'nun deməlidir. Bəzi bu deməli ermənilər ki bugün bizi irad tuturlar, o irad tutanlar hanılar? Bax bu alçaqlar. Bu alçaq Çaturyandır. Ay Sumqayıtda nə bilim genosid. Görürsünüz? Ay Çaturyan, ay alçaq. Genosid кто совершил? Калинченко говорит, а это не я говорю, а Калинченко говорит. Вашими руками Горбачев, Старовойтова, Зоя Балаyan, Силва Капутян. 88 году. То есть КГБ все это, значит, организатор КГБ. Поэтому Цатурян этот вот этот бешеный пес, который все время говорит, что deməli nədirsə yaxşıdır. Deyir ki, biz gələk böyük erməni krallığını bərpa edək. Görün nə deyir? Значит, Ermənistan krallığını bərpasından danışır bu alçaq. Hansı ki, getmişə o qədər danışacaq ki, axırı İrəvanı da itirəsiz. Relevan siz dərsi, ha? Ay Himar, ay Peslan Kod, ay Bangladeşi Canund. Relevan siz dərsi. Bunlara, bu Petrov xoruzları, hansı ki İrəvanda belə dururdular Azərbaycanların qabağında belə. Çıxmırlar qabağıma, sifətlərinə deyəm də, o 1950-yəcən gəlinlər, ermənilər var, ki də 1950-ci iləcən gəliblər. Onlar çıxsınlar, desinlər, Türklər kimlər olub? Türkdən gəlib kömək istəyirdilər ki, gəl burada məsələləri həll edən. Türklər bunlara öyrədirdi. Danışmaq, oturmaq, yemək, geymək, gəzmək, hər şey. Yuyunmaq, iğlənç xalqdır. Bunlar gəlib sivilizasiyadan danışırlar. Mənim acığım gəlir. Bu Azərbaycanlılar ki, dünyaya türklər, alçaqlar, türklər tanıda bilmədilər.
tanıda bilmədilər. Yəni dünya. Baxın indi görün bu nədir? Bu Fransız alimi, tarixçi alim Fransızdır. Bu mən demirəm. Haylar, yaxşı baxın. Смотрите, это французский историк. Это не я говорю, он говорит. Во всех странах deyir, hər deməli dünyanın hər ölkəsində Azərbaycan Türk diplomatları təhlükə altındadır. Ona görə Assala terror təşkilatı məhv olunmuyor. O cəzasız qalır. Onlar deyir 200 ildir, 150 ildir terrorçularla məşğuldurlar. Bax bu deyir. Erməni terroru 150 ildir və o Assalanı məhv eləmirlər. Amma bu Ben Laden'i məhv elədilər. Məsəl üçün, ancaq bunu məhv eləmirlər. Bax, bunu Fransız alimi deyil. Bax, budur, baxın və qulaq asın onun danışığına. Mən indi bunun şəklini göstərirəm ki, bax, bu bütün Assalanın hədəfindədir. Azərbaycan diplomatları, Azərbaycan səfirlikləri, Türkiyə diplomat, Türk səfirlər. Ümumiyyətlə, Turana qarşı bunlar deməli, əməlli başlı başlayıblar. Bütün dünyanın hər yanında. Yəni, bunları bu Fransız deyir ki, Assalanı niyə məhv eləmirlər? Eləməyəcəklər. Assala lazımdır, Farslar lazımdır, Ruslar lazımdır. Bunlar hamısı Türk'ün düşmanıdır. Ona görə də bunları saxlayacaqlar. Bax, ona görə alçaqlar. Теперь узнали Сумгайыт, кто Баку, кто программу совершал? А, хай несчастные. Кто в Сумгаите? Человек говорит, не я говорю, а Калинченко. Генпрокуратура СССР. KGB создал. Bax, bu qədər. Yəni, Poğuşyan nə deyir? Poğuşyan da bu bizə irad tutmağını sonra deyərəm. Bax, bu qədər. Yəni, bu alçaqlar hələ bizə gör nə deyirlər. Bunlar hələ bilmirlər ki, Hristiyanlıqdan danışırlar. O Hristiyan danışır, bilmir katolik nə deməkdir. Hristiyanlara bir sual verin, katolik nə deməkdir? Hristiyanlıq hardan gəlibdir? Türkdən gəlib. Qatılmaq sözündən də, katolik yəni birlik, birləşməkdir, qatılmaqdır. Соединиться, присоединиться в единство. Вот что значит католики. Турецком означает qatılmaq. Katoliklər. Mən demirəm o İrəvanın o bütün o öz erməni sözləri var. Deyir, Varteniz, Varteniz deyir. Ha, Varteniz, что такое? Tupboy. Вы знаешь? Varteniz ki deyirsən, erməni şəhəridir Varteniz. Erməni nə bilim adıdır. Vardəniz. Vardəniz. Yəni Göyçə mahalın yanındakı o basar keçər yoxdur. Varteniz. Bunlar elə bilir ki, Varteniz erməni sözlüyündə biabır olurlar. Yəni dəniz var. Balaca dəniz var da. Göyçə mahal Sevana bunlar Sevan adı qoyub bu Göyçəyə. Deməli. O bizimkilər danışanda deyir, orada dəniz var. Var dəniz. Başa düşdünüz? Что означает var dəniz? Yəni есть море. Там море. Bax belə. Ha, a to var dəniz armiyanskое слово. Bədbəxt səfehlər. Katoliki də bilmirlər hələ.